Pakistan, Əfqanistan Talibanı arasında müvəqqəti 48 saatlıq atəşkəsə dair razılaşma əldə olunub. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi açıqlama verib. Mətbuat xidməti atəşkəs barədə tələbin qarşı tərəfdən gəldiyini və bu axşam saat 18-dən etibarən qüvvəyə minəcəyini bildirib. Bundan əvvəl Pakistan ordusu Əfqanistanın Qəndəhər vilayətində Talibanın əsas dayaq məntəqələrinə dəqiq zərbələr endirib. Nəticədə Talibanın 4 saylı batalyonu və 6 saylı sərhəd briqadası məhv edilib. Onlarla əfqan və əcnəbi döyüşçü həlak olub. İddialara görə eyni zamanda Əfqanistanın paytaxtı Kabilə çoxsaylı hava zərbələri endirilib. Gərginliyin yenidən artmasına səbəb Pakistan mənbələrinin məlumatına görə taliblərin Şaman şəhəri istiqamətində atəş açması olub. Bu şəhərin sakinləri hər iki tərəfi atışmanı dayandırmağa çağırıblar. Sərhəddin hər iki tərəfi Pəştun millətidir. Mərmilər kəndimizin evlərinə düşür. Axırıncı atışmada kəndimizdən gənc bir oğlan yaralanıb, deyə Həci Sadam bildirib. Qeyd edək ki, Pakistan rəhbərliyi Əfqanistandan hücuma keçən 30 Taliban silahlısını zərərsizləşdirdiklərini məlumat verib. Əfqanistan isə 58 Pakistanlı hərbiçini öldürdüklərini iddia edib. Pakistan hökuməti Talibanı təhrik olunmadıkları halda atəş açmaqda günahlandırır.